Beton çöktü. Pulumuz və əməyimiz zay oldu. Bugün sizə həyətdə təmir və dizayn işləri görərkən etdiyimiz böyük səhvlərdən və zərərdən danışmaq istəyirəm. Evin düz qarşısındakı torpaq hissəni beton yol eləmək qərarına gəldik. Bu işi görmək üçün rayondan tanış ustaları dəvət etdik. Ustalar işi görüb qurtardıqdan sonra biz qərara gəldik ki, həmin hissənin qarşısında qapalı baseyn tikək. Qeyd edim ki, elə ilk səhvimiz orada oldu ki, biz bu işləri öncədən proyekt və planlı şəkildə həyata keçirmədik. Öz ağlımıza gəldikcə hissə-hissə işləməyə başladıq. Nəticədə traktor aşağı hissədə baseynin yerini qazdıqdan sonra yuxarı hissədəki beton çöktü. İnanın ki, elə gürültü qopdu ki, elə bildik zəlzələdir. Burada elədiyimiz zərər o oldu ki, həm tikdiyimiz beton söküldü, artıq yararsız hala düşdü, həm də betonun ağır hissələrini baseyn üçün qazılmış fundamentdən çıxarmaq üçün məcburən traktor çağırmalı olduq. Və yenidən ustalardan xahiş etdik ki, tikdiyimiz bu beton yolu əməlli başlı söksünlər ki, biz artıq bütöv bir monolit beton lövhə tikək. Böyük səhvlərdən və ziyandan sonra axır ki, düzgün şəkildə bu tikilini başa vura bildik. Digər səhvimiz isə o oldu ki, evin qarşısında kol əkmişdik. Bunları çıxarmağa heyfimiz gəldi və beton lövhəni elə verdik ki, torpaq hissə olduğu kimi qaldı. Lakin güclü yağış yağdıqdan sonra gördük ki, bu hissədən torpaqdan süzülən su aşağıda baseynin divarlarını nəmləndirdi. Və məcburən yenidən bütün bitkiləri oradan çıxarıb torpağı boşaltdıq, içərisini izolyasiya eləyib, yenidən ətrafını daşla tikdikdən sonra həyət bitkiləri üçün xüsusi yer ayırdıq. İzolyasiya demişkən, bu da ustaların etdiyi izolyasiya. Nə deyəsən? Zərərə uğramağımızda öz səhvlərimizlə yanaşı ustaların iş bilməzliyi də böyük rol oynadı. Artıq traktorla həyət səviyyəsini düzləşdirdikdən sonra İlk ağaclarımızı da əkdik. Bu, Bakı ənciridir. Bu arada torpağı qazarkən yerdən çıxan iri qaya daşlarını da traktor sürücüsündən xahiş etdim ki, bir tərəfli yığsın. Gördüyünüz kimi, onlardan kiçik bir gövşə düzəltmişim. Səhvlərimiz bununla da bitmir. Ən böyük bağışlanma səhvimiz onda idi ki, həyəti planlamadan öncə həyətdə çoxlu cürbəcür meyvə ağacları əkmişdik. Hamısı heyif oldu. Lakin ümid edirəm ki, bundan sonra planlı şəkildə hərəkət etdiyimiz üçün bağımız əvvəlkindən də gözəl olacaq. Siz isə izləməyə davam edin.